Salam, hər vaxtınız xeyirli olsun. Rəqəmsal savadlılıq kompetensiyasına inşallah Allahın izni ilə bu gün baxarıq. Bu mövzu çox vacib mövzulardan biridir. Çünki rəqəmsal savadlılıq sadəcə kompüterdən istifadə etmək deyil, həmçinin internet dünyasında daha çox ağıllı və təhlükəsiz şəkildə yaşamaq üçün lazım olan şagirdlərdə bacarıqlardan biridir. Rəqəmsal savadlılıq kompetensiyasına biz həm də internet dünyasının idarə edilməsi kompetensiyası kimi də baxa bilərik. Rəqəmsal savadlılıq rəqəmsal texnologiyalardan, yəni kompüter, planşet, smartfon, telefon, şəbəkə xidmətləri, süni intellekt alətləri və s. Bunlardan məqsədyönlü, təhlükəsiz, tənqidi və yaradıcı şəkildə istifadə etmək bacarığı nədir? Rəqəmsal savadlılıq bacarığıdır. Daha sonra deyir ki, informasiyanı axtarmaq, mənbələrin etibarlılığının qiymətləndirilməsi, rəqəmsal məzmun yaratmaq, həmçinin şəxsi məlumatların və onlayn davranışın təhlükəsizliyinin təmin edilməsi. Deyir ki, bu rəqəmsal savadlılıq kompetensiyasına daxildir. Bu nədir? Belə deyək, biz Google-da hər hansı bir məlumatı axtarsaq, orada 100-dən çox məlumat çıxır. Savadlı şagird bilir ki, bu məlumatı hardan oxumaq lazımdır. Hər hansı bu sayt rəsmidir və yaxud da digər sayt rəsmi deyil, yəni rəsmi məlumat yaymayıb. Bunları sorğulaya bilirsə, bunları ayırd edə bilirsə, deməli şagirdə rəqəmsal savadlılıq kompetensiyası inkişaf etmiş olur. Eyni zamanda şagirdlər həmçinin internetdə kimlərlə danışdığına, ünsiyyət qurduğuna, həmçinin nə cür paylaşımlar etdiklərinə, şəkillər paylaşdığına mütləq şəkildə diqqət etməlidirlər. Məhz rəqəmsal savadlılıq kompetensiyasının da əsas tələbi bunlardan biridir. Rəqəmsal savadlılıq həm də bir növ kiber təhlükəsizlikdir. Yəni rəqəmsal etik davranış onlayn ünsiyyət qaydalarının idarə olunması ilə sıx bağlı olan bir kompetensiyasıdır. Yəni internetdə, sosial şəbəkədə bir növ belə deyək, monitor arxasında ədəb-ərkan qaydalarının gözlənilməsi rəqəmsal savadlılığın tələblərindən biridir. Necə ki, biz öz şəxsi məlumatlarımızı, fərz edək ki, işlətdiyimiz sosial şəbəkənin şifrəsini necə ki, gizli saxlayırıqsa, gizli saxlamağın vacibliyini biliriksə, onlayn mühitdə də insanlara qarşı bu cür nəzakətli davranmaq, etik, estetik belə deyək, davranışlara riayət etmək bu kompetensiyanın əsas ayrılmaz hissəsindən biridir. Bundan sonra baxırıq nümunələrə. Ümumiyyətlə, informasiya süzgəci deyəndə biz nə başa düşürük? Şagird internetdə axtarış edərkən reklam xarakterli belə deyək, saytları elmi saytlardan ayıra bilirsə, bu informasiya süzgəci deməkdir. Yəni şagird burada informasiyanı artıq bir-birindən ayırd etmə bacarığını şagirdə formalaşmış olur. Şagird bunu ayırd edə bilirsə, həmin bu bacarığın rəqəmsal savadlılığının şagirdlərdə inkişafı deməkdir. Fərz eləyək ki, hər hansı bir dərman preparatı paylaşılıb və orada yazıb ki, bundan istifadə etsəniz bir gün ərzində sağalarsınız. Şagird bunu oxuyanda artıq bunun reklam xarakterli olduğunu ayırd edə bilir, anlayır və rəsmi olaraq neyniyir? Öz problemindən dolayı artıq internetdə yox, tibb məntəqəsinə yönələrək real olaraq, rəsmi olaraq həkimdən məsləhət alır. Daha sonra yaradıcılıq və müəllif hüquqlarının qorunması burada var. Bu nə deməkdir? Şagird belə deyək, burada hər hansı bir hazır şablon götürmür, özü hər hansı bir video, vlog hazırlayır, həm də başqasının yazılarını, paylaşımlarını neyniyir? Paylaşaraq neyniyir? Onun adını qeyd edir, yəni ondan sitat gətirir. Bu artıq belə deyək, yaradıcılıq və müəllif hüquqlarının qorunmasıdır. Bu rəqəmsal belə deyək, savadlılıq kompetensiyasında olan bir nümunədir. Ona görə də şagird bunu edərkən mütləq şəkildə nə etməlidir? Diqqətli olmalıdır. Bayaq qeyd etdiyimiz kimi burada etik davranış normalarından qətiyyən kənara çıxmaq olmaz.
Burada müəyyən rəqəmsal deməli izlər, müzakirələr də var. Bu nə deməkdir? Şagirdlər ümumiyyətlə sosial şəbəkədə paylaşılan hər hansı bir şəklin və yaxud da sözün illər sonra onların həyatına necə təsir edə biləcəyini müzakirə etmələri bu rəqəmsal savadlılıq kompetensiyasının bir hissəsidir. Ümumiyyətlə internetə qoyulan heç bir şey tam olaraq ümumiyyətlə silinmir. Yəni bu internetə yükləndisə, müəyyən qədər o arxivdə, internet arxivində belə deyək, qalmış olur. Bu bir növ rəqəmsal iz, rəqəmsal ayaq izləri kimi də biz buna baxa bilərik. Savadlı insan gələcəyini düşünərək ona uyğun addım atmalıdır. Ümumiyyətlə rəqəmsal savadlılıq kompetensiyasının izahını verərkən ilk əvvəldən biz nəyi vurğuladıq? Dedik ki, bu kompetensiya çox mühüm və vacib olan kompetensiyalardan biridir ki, şagird bu kompetensiyanın bütün bəndlərinə, nüanslarına, müddəalarına diqqət yetirməlidir. Bunun haqqında anlayışı olmalıdır və bu yöndə qətiyyən səhv etməməlidir. Çünki elə bir dövrdə, elə bir zamanda yaşayırıq ki, artıq süni intellekt alətləri, süni intellekt vasitələri, müxtəlif platformalar, bunların istifadəsi getdikcə mürəkkəbləşir, belə deyək, qəlizləşir. İstifadə qaydası əslində asanlaşır. Hamının belə deyək, hamı üçün əlçatan vasitəyə çevrilib uşaqdan böyüyə. Lakin mən nəyə görə deyirəm mürəkkəbləşib? Çünki bundan bəzən gənc nəsil yaxşı yönlərdə istifadə etmək əvəzinə mənfi yönlərdə istifadə edir. Ona görə də bu rəqəmsal savadlılıq kompetensiyasını şagirdlərdə hələ məktəb yaşlarında formalaşdırılması çox vacib məsələlərdən biridir.